Salam, kanalımıza hoş gelmişsiniz. Sizler için maraqlı bir sualın həllinə baxacağıq. Sual orijinal yayınlarındandır. Suala keçməmişdən əvvəlcə kvadrata ait maraqlı bir qeydi nəzərinizə çatdırmaq istəyirəm. Tutaq ki, bizə bir kvadrat verilmişdir və kvadratın bir təpə nöqtəsini qarşı tərəfin ortası ilə birləşdirmişik. Bu zaman alınan üçbucağın sahəsi kvadratın sahəsindən 4 dəfə kiçikdir. Yəni alınan üçbucağın sahəsinə mən S desəm və yaxud da ki A desəm, kvadratın sahəsi 4A'dır. Niyə? Çünki biz kvadratın diaqonalını çəksək, əvvəlcə çəkdiyimiz xətt alınan böyük düzbucaqlı üçbucağın medianıdır və bilirik ki, median qarşı tərəfi yarıya bölür, o zaman sahələr də bərabər olur. Onda bu sahəyə də A yazacağım. Kvadratın diaqonalı da onu 2 kongruent üçbucağa böldüyünə görə bu sahə 2A'dırsa, onda digər sahəmiz də 2A olacaqdır. Belə kvadratın sahəsi ümumi oldu 4A. Yəni baxın, bu gördüyünüz üçbucağın sahəsinin 4 mislidir. Bu birinci qeydimiz olsun. İkinci qeydimizə baxsaq, ikinci qeydimiz əslində parallelogram, romb, düzbucaqlı və kvadratda da keçərlidir. Kvadratın bir tərəfinə bitişik iki təpədən çıxan ixtiyari parçalar daha doğrusu qarşı tərəf üzərində kəsişirsə, bu zaman alınan üçbucağın sahəsi verilən kvadratın sahəsinin yarısına bərabərdir. Yəni mən bu sahəyə B desəm, kvadratın ümumi sahəsi 2B olacaqdır. Niyə? Çünki bu aldığımız üçbucağın oturacağı A'dır. Hündürlüyü də kvadratın tərəfinə bərabərdir, o da A'dır. O zaman sahəsi gördüyünüz kimi A vuraq, A bölü 2-dən A kvadrat bölü 2-dir. Kvadratın da sahəsi bilirsiniz ki, A kvadratıdır. O zaman yarısına bərabərdir. Yəni içəridəki üçbucağın sahəsinə B desək, onda kvadratın sahəsi 2B olacaqdır. Bu deyilənləri nəzərə alaraq gəlin burada 11-ci sualın həllinə baxaq. Çox maraqlı bir sualdır görmək baxımından. Demək, gördüyünüz kimi bizə ABCD kvadratı verilmişdir. B təpəsindən çıxan parça AD tərəfinin orta nöqtəsinə birləşdirilmişdir. Hətta A və B təpələrindən çıxan ixtiyari parçalar da qarşı tərəfin üzərində, DC tərəfin üzərində F nöqtəsinə birləşdirilib. AYL üçbucağın sahəsini 4 verib, LFB üçbucağın sahəsini 20 verib və kvadratın tərəfinin uzunluğunu soruşur bizdən. Gəlin həmənki qaydamızı tətbiq edək. Baxın, birinci qaydaya əsasən, mən bu sahəyə A desəm, gəlin A yox, S yazağım ora. Bu sahəyə S desəm, o zaman bu gördüyünüz üçbucağın sahəsi böyük kvadratın sahəsindən 4 dəfə kiçikdir. Yəni kvadratın sahəsi həmin üçbucağın sahəsinin 4 mislidir. O zaman S ABCD bərabərdir 4 dənə A plus, daha doğrusu S plus 4 yazacağım. Bu gördüyümüz sahənin 4 misli bizə kvadratın sahəsini verir. Baxın, birinci qeydimizə əsasən. İndi keçək ikinci qeydimizə. ABCD kvadratın sahəsi haqqında ikinci bir ifadəmizi yazaq. Baxın, ikinci qeydimizə əsasən dedik ki, bax, ortadakı üçbucağın sahəsi böyük kvadratın sahəsinin yarısına bərabərdir. Yəni kvadratın sahəsi ortadakı üçbucağın sahəsinin 2 dəfə çoxdur. Bizim misalımızda da AFB üçbucağın sahəsi S plus 20-dirsə, onda kvadratın sahəsi 2 vuraq S plus 20 olacaqdır. Eyni kvadratdan söhbət getdiyinə görə bunlar bir-birinə bərabərdir. Yəni 4S plus 16 bərabər 2S plus 40-a. Buradan 2S bərabər 24-dən S'imiz olacaq neçə? 12. S'imiz 12 olduğuna görə onda kvadratın sahəsi neçə olacaqdır? 64 olacaqdır. Bax, burada yerinə qoya bilərəm və yaxud da ki, burada yaza bilərəm. Kvadratın sahəsi 64 isə onda kvadratın tərəfi nə eləyəcək? A kvadrat bərabər 64-dən kvadratın tərəfinin uzunluğu 8 eləyəcəkdir. Ümid edirəm ki, birinci və ikinci qrupa hazırlaşan uşaqlar üçün maraqlı bir sualdır. Növbəti videolarda görüşmək dileğiyle.